Naxçıvan şəhər Qızlar Liseyi və Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə təhsil almaq istəyən şagirdlərin valideynləri və ya qanuni nümayəndələri şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə qeydiyyatdan keçərək müraciət etməlidirlər. Valideyn və ya qanuni nümayəndələr iyun ayının 9-dan 19-una qədər şəxsi kabinetlərinə daxil olaraq müəyyən tələb olunan məlumatları doldurmaqla, eyni zamanda da imtahan verəcəyi imtahan mərkəzini seçməklə elektron qaydada sorğu yerləşdirə bilərlər. Elektron sənəd qəbulu mərhələsi başa çatdıqdan sonra mərkəzləşmiş qaydada imtahan prosesi başlanılacaqdır. İmtahan nəticələrindən asılı olaraq Elm Təhsil Nazirliyi tərəfindən imtahan prosesinin nəticələri elan olunduqdan sonra həmin qeyd olunan 2 məktəbə qəbulun nəticələri elan olunacaqdır. Lisey və gimnaziyalara qəbul hər il yalnız bir dəfə yeni tədris ili başlamazdan əvvəl həyata keçirilir. Valideynlərin qeydiyyat müddəti ərzində müraciətlərini vaxtında tamamlamaları tövsiyə olunur. Naxçıvan şəhər Qızlar Liseyi və Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü Liseyin hər birində 3 sinif olmaqla 60 şagirdin qəbul olunması nəzərdə tutulub. Qeyd edək ki, Naxçıvan şəhər Qızlar Liseyinə yalnız qızlar, Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü Liseyi isə yalnız oğlanların qəbulu həyata keçirilir. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Azər Həsənov, NTV Xəbər.